Hello, good evening. Akşamınız xeyir. Manikürümü eləyəncə biraz oturum sizdən sonra gedim kitab oxuyum. Söhbət eləyin dostlar, o gözəl barmaqlarınızla ekranı tıklayın, zəhmət olmasa ki canlı nə olsun, aktiv olsun və hər kəsin qabağına çıxa bilsin. Elə bir şey deyil. Yəni sadəcə o gözəl barmaqlarınızla ekranı tıklayırsınız. Elə bir şey istənilmir. Baxa söhbət eləyir, ekranı tıklayırsınız. Mən şəxsən təsadüfən kiminsə canlısında ilişib qapağında baxanda. Vaxtım olmur canlılara baxmağa. Onda başlayıram tıklamağa. Adətən Rebus'da otururam çox vaxt, kitab mağazasının canlısında. Siz de zəhmət olmasa tıklayın. Ekranı tıklayan barmaqlarınız dərd görməsin. İndi söhbət eləyək. Dünən bundan çox idi adam. Nə oldu? Deyirdiniz ki, gəl çıx efirə. Olmasa çıxacam, sonra video edəcəm. Salam Elnur müəllim, çox sağ olun like'larınız üçün. Necəsiz? Necəsiz Elnur müəllim? Bu qurusun. Mən heç vaxt şıllaq falan eləmirəm. Mənə təkliflər də gəlir ki, gəl eləyək reklam qarşılığında. Deyirəm, yox. Bu da yenə mamasını axtarıq. Abala, ben sənin mamam deyiləm. Yəqin mamasını oxşatma olanda ki, insandır da. Siz də var olun, çox məmnun olmalım. Teşekkür edirəm Qurbanov hədiyəniz için, var olun. Hədiyəniz də, bərəkət rusunuzda bol olsun. Qurusun ikinci sloyu çəkeyim. Bir daha təşəkkür hədiyəniz için. Var olun. Hədiyəniz də bol olsun, bərəkət rusunuzda bol olsun. Qurbanov 98. Salam. Aleyküm salam. Üstündən çəkeyim mi, çəkməyim mi? Yaxşıyam, təşəkkür edirəm. Siz necəsiz? Hədiyələriniz üçün təşəkkür edirəm. Var olun, hədiyələriniz də bol olsun. Bərəkət ruzunuzda. Çox sağ olun Elnur müəllim. Cəfakeş analarından birisiz. Təşəkkür edirəm. Vallahi bilmərəm. Rəhim xanım, yeni yasamal. Vallahi mən makyajı özüm edirəm. Murad Sultan var, amma bilmirəm hardadır. Mən bir dəfə modeli getmişdim ona. Səlimdən, oğlumdan ya bir yaş kiçikdir, ya bir yaş böyükdür. Elə geçən vizajist make-up belə yazım Murad Sultan gedir. Görün, amma hardadır bilmirəm də. Çox sağ olun Qurbanov. Hardadır, harda yerləşir bilmirəm. Amma çox gözəl. İndi o oğlana afərin də. O oğlan hardasa 2 bundan qabaq başladı. 5 il maksimum. Röya xanımdan falan işləyir. Amma yeni yasamalda harda valla profesional edilər bilmirəm. Çünki mən makyajlarımı özüm edirəm. Toya falan gedəndə də ona görə. Təşəkkürlər Qurbanov. Valla özüm edirəm həmişə. Profesional bir dəfə getmişəm. O da yoldaşlığımız var. Oğlum yaşındadır da. Yəni sağ olsun. Dedi ki, Rəhmə xanım mənə modeli, yəni ödənisiz atsız, mən onu modellik eləmişdim. Çox gözəl eləyir. Sultan Murad Sultan, belə yazın, çıxacaq. Saçını indi biraz çallaşdırıb. Təşəkkürlər Qurbanov. Görək nə var burada. Salam Züleyxa xanım, salam. Qurbanov, çox təşəkkür edirəm hədiyələriniz üçün, var olun. Allah bərəkət ruzunuzu bol eləsin.
Sizi artıq TikTok titullaşdırılmış hədiyyə verən təyin etdi. Sizə titul verdi. Salam annem. Salam Yalçın Cəfərov, hər vaxtınız xeyir olsun. Bunu belə saxlayayım. Olaq. Diqqətli olaq. Nəyə diqqətli olaq Yalçın bəy? Hə? Nəyə diqqətli olaq? Diqqətli olaq deyək ki, sizə diqqətli olaq da salamlaşdı, salamınızı aldım. Necəsiz soruşdum, dedim yaxşıyam, sağ olun, siz necəsiz? Çox təşəkkür edirəm Qurbanov 98. Bol olsun bərəkət ruzunuz, hədiyyələriniz. Təşəkkürlər. Mən yeni qərardan da xəbərim var. Məni bu yaxında bir TikTokda adamı çox olan bir xanım, yeni qərardan xəbərsiz olan bir xanım təhqir eləmişdi. Polisə verdim. Qəşəngcə cəriməsini yazdılar. Tak что mən qəşəng bilirəm. Dünən də mən ondan danışırdım ki, bir neçə nəfər təhqirə keçmişdi. Mən onları atdım səssizə. Ki, bəs şeydir. Siz deyin. Mən bunları skrin eləyib polisə versəm, hərəsinə 1000 manat cərimədir. Elə belə də 500 manatdan başlayırsa cərimə, canlı da 1000 manatdır. Təşəkkür edirəm Yalçın bəy. Səssiz atıram. Sadəcə bir xanım vardı, bir mağaza var idi. Danışımda sizə nə oldu? Həmin o qərardan kənar artıq bu barədə şikayətim var. Mağazalar şəbəkəsidir, reklamları var idi. Hansı ki, mənəvi dəyərlərdən uzaq idi. Mən cəmaat inanırsınız necə söyüşlər, küfürlər yazmışdı o videoların altında. Mən də yazmışam ki, belə moda göstərməzlər. Yəni insanın bədən əzalarını göstərməzlər. Giyimi göstərərlər. İnanmırsınızsa defilələrə falan. Yazdım, mağazinin adını taq elədim, çıxdım. Sonra nəysə unutdum, getdim. Belə görürəm ki, Xaraman xanım Qasımovanın yaradıcılıq gecəsindən gəlmişəm. Təşəkkür edirəm Qurbanov. Və bir xanım, düzdür o söyüşlə xanım demək olmaz, nəysə, bir qadın mənə təhqiramiz surətdə təhqir edib, sözüm varsa və təhqirlər üzümədir, qanunla səni məməl edəcəm və təhqirlər yazıb da təhqirlə və təhqiramiz salam axşamınız xeyir yaşadıqsıdır. Təhqir və təhqiramiz surətdə təhdid edib. Mən də sağ olsun polisimizə müraciət elədim, Milli Məclisimizə müraciət elədim. Da yer qalmadı, ombudsmanacam. Hətta Daxili İşlər Nazirliyinə mənə zəng vurdular. Dedim, budur. Mən sonra mən də bilmirəm bu xanım kimdir. Oturub fikirləşirəm ki, mən bu kimdir? Mənə söz atırsan və təhqirlər təhqiramiz. Deyirəm, oğlum, mən tanımadığım adama mən necə söz ata bilərəm axı? Bir xanım yazıb və məni bloka atıb. Bloka atıb, mən də soruşa bilmirəm ki, ay xanım, ay vətəndaş, sən kimsən ki, mən sənə söz atım, sən mənə təhqir edirsən də, mən səni tanımıram. Bir xanımdan xahiş elədim ki, bu səhifəyə gir, bax, gör bu kimdir. Dedi ki, filan mağazanın modelidir. Şikayət elədim, çağırdılar. Polisə də dedim ki, valla, milli mənəvi dəyərlərdən uzaq paylaşım idi, elə reklam etməzlər. Salam Günəş xanım. Mən yalnız yazmışam ki, bu belə, əgər istəyirsinizsə, mən o mağazanın daimi müştərisi idim. Yanımızda da vardı, sonra bağlandı. Mağazanı sevirəm, amma sadəcə mən mədən surətdə yazmışam ki, polisə də demişəm ki, budur da, belə reklam etməzlər. Defilə, yəni moda göstərilərinə baxın. Və həmin paylaşımların altında söyüş var idi, tanışlıq var idi, nəysə təhqir var idi, nə desəz var idi. Bu qızın gözünə nə görünübsə, mənə şey deyil. Nəysə çağırdılar, axırda polisdən soruşdum ki, bu qız mənə nə deyib, mən bu qızı tanımıram. Mən bu xanımı tanımadığım halda mən onu necə söz ata bilərəm ki, məni təhqir və təhdid edir. Sonra polis dedi ki, hələ sən deyən şeyim, biz də dedik ki, birinci açıq qoymuşsunuz.
ictimai rəy kimi göstərib. Özdə Rəhimə xanımın, yəni mənim də şikayət edən vətəndaşın və sənin təhqir elədiyin vətəndaşın Rəhimənin oradakı rəyi təhqiramiz deyil ki, biz ona nəsə iş qaldıraq. Sən fakt təhqirləmişsən, qəşəngcə cərimələrini yazdılar. Və nə oldu? Mən həmin mağazanın özünü də şikayət eləmişəm hal-hazırda. İndi onu da yəqin yazarlar ki, milli mənəvi dəyərlərdən uzaq reklam formaları eləyib. Deyir, o yaşın hesabına quru getdi, qurunun hesabına yaş getdi. Bu arada polis, ona görə bilmirəm. Burada yansı səhifəmdəsə polisə mən qəşəng əleykum salam Norik. Təşəkkürümü də bildirdim. Sağ olsun polislərimiz, şikayətimizə vaxtında baxdı. Sağ olsun prezidentimiz, polislərimiz. Yəni ki, durduğu yerdə, yaxşı, təşəkkür edirəm Norik. Durduğu yerdə məni təhqir edib. Mən o qadını tanımıram. Mən ona necə söz ata bilərəm? Lap əgər mən onu təhqir etsəydim, söz etsəydim, mən direktə cavab vermirəm. Hətta əgər mən onu təhqir belə etsəydim, söz atsaydım, o mənə yaza bilərdi ki, xanım, siz mənə sözünüzü demişsiniz, təhqir etmişsiniz, siz mənə qanunla cavab verəcəksiniz, şikayət edəcək. Mən də soruşadım, ay vətəndaş, nə olub? Fakt odur, mənə təhqir, sözün varsa, getdi təhqir, nə bilim, ay yazıq, sözün varsa, təhqir getdi, çatırsa mənə, nə bilim, nə deyir, mən səni qanuna məl edəcəm. De, Vladimir Zelenski. Bax, indi bunu tapasan, verəsən şeyə, polisə, qəşəngə, 1000 manat ştrafını eləyərlər. Elə bilir Vladimir Zelenski yazmaqla bunu tapmayacaqlar. Vladimir Zelenski yox, Trump belə yazsa, onu göydə tapacaqdır. Nəyə etdi Sədaqət xanım canım? Mən etdiyimin hansı duzu? Hə, duz dondurma, nə oldu? Bildim, yarıma düşdü, mən edirəm, duz nədir? Nə oldu onun axırı? Hə, yəni ki, nə oldu? Özü o təhqirə görə cərimə aldı. Mən də dövlətimizdən çox razıyam, sağ olsun. Hə, mən direktə baxmıram, valla. Yalnız reklam təkliflərinə baxıram, çünki mənim vöyünüm var. Əgər reklam falan varsa, mən hər yerdə varam. YouTube'da da varam. Burada 3 dənə səhifəm var. Instagramda böyük balaca səhifəm var. Facebook'da var. Hər yanda Rəhimə Flatun. Yəni ki, yalnız reklam təkliflərinə baxa bilərəm. O da ki, qiymət elə də ucuz deyil, çünki mən vergi verirəm. Hər bir reklamdan, hər bir gəlirdən mən dövlətimizə vergi verirəm. Hə, necə oldu? Hələ cavab olmadı. Məndə oldu, inansız. Çox sağ olun Beko, təşəkkür edirəm hədiyəniz üçün. Məndə valla 2 adam gözləmədiyim adama həqiqətən hörmət etdiyim insan, biri qohum idi, biri tanış idi. Dava-dalaş düşmə. Baxın, dava-dalaşda düşə bilər, dava-dalaş düşməyə də bilər. Onu mən bir Türk xanımdan öyrənmişdim. Günəş, təşəkkür edirəm Günəş xanım. Elədim, ikisi demirəm, elədim birinci dəfə. Sonra gördüm, eşnələrim, istədim, boşaldım. Biraz başından boşaltdım tozu, təzdən doldurdum o sözdə, elədim. İnansız, yox oldular, getdilər. Vallahi özləri bilər, getdilər, xoş getdilər. İtirən onlardır, mən deyiləm. Siz də sonra mənə yazarsınız ki, nə oldu? Onu mən bir Türk blogerində görmüşdüm. Türk bir xanımdan aşağı yuxarı mənə yaşlı olar. O da bir insanda görmüşdü. Özləm deyə qadının adı. Familiyasını bilmirəm. Layıqlar üçün, hədiyyələr üçün hər birinizə təşəkkür edirəm. İndi mən bilmirəm, bunun üstündən bunu çəkim, parıltılı olsun, ya elə belə qalsın. Ümumiyyətlə, o yeni qərar deyildi ki, o qərar var idi. Təhqir barədə. Yanılmamsa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddəsi. Duzu axıracan doldurun, yarımçıq doldurmayın. Balaca qab da götürsəz, böyük qab da götürsəz, qab deyil, tutaq ki. Onu başınacan doldurun, başınacan. Mən hətta xalacininka duz dağılmasın deyə üstünə bir kulok da keçirmişəm ki, dağılmasın. Başınacan doldurun, yarımçıq olmasın. Başınacan, kip. Da yekə qab götürməyin də, bax, balacalar bir dənə o varenya qabı olur, rozetka. Ondan götürün, belə balaca qablar götürün. Благодарю, Günəş xanım, благодарю. Спасибо за подарок. Günəş yəqin ki, xanım olar da, çünki mən bir izləyicim var da, adı Günəş idi, ona görə deyirəm. Sonra hara yoxa çıxdı o qız, bilmirəm. Görməyin əli idi, çox yaxşı xanım idi. Teşekkür ederim Günəş xanım. Hədiyyələriniz bol olsun, bərəkət ruhunuz bol olsun. Спасибо и за комплимент, и за подарки.
Mən sınadığım şeylər, sınadığım nəticə gördüyüm şeylər deyirəm. Konfetlərin də üstünə oxudunuz, orada konfetlərin də üstünə vardı. Amma bilmirəm, bu səhifəmdə idi, o bir iki səhifəmdə. Fatihə, İxlas, İnşirah surələrini neçə dəfə oxunurdu. Konfetlərin üzərinə, sonra yeyə də bilərdiniz, kiməsə verə də bilərdiniz. Yadımda deyil, tam neçə dəfə də arası yazıb qoymuşam. Amma bu 3 səhifənin birində var. Danışa lak çəkirəm. İndi bilmirəm, bunu da çəkim onun üstündən, ya belə qalsın. Hələ fikirləşirəm. Sonra da quruducumu çəkəcəm. Mən heç vaxt şılak eləmirəm. Qaq Nazlı elə belə də heç istəsəm olmaz. Mənə nə qədər reklam gəlir ki, gəlin dırnaqlarınızı düzəldək. Deyirəm, yox. Ondan sonra dövlətin vergisini ödəyə, amma qəşəng qiymət deyirəm də. Çünki karta gələndə bazı kilizə gətirin, mən sizə deyim də reklam üçün. Fərqi yoxdur. 1 manat da gəlsə mənə ayda, 5 manat da gəlsə, 105 manat da gəlsə, 100 dollardan aşağı karta pul köçürülmür heç vaxtda. Onun elə bilin ki, 100 manatını pensiyon fonda verməliyəm, gələcəkdə pensiya fondum artsın. 16 manatını icbari tibbi sığortaya verməliyəm. Bank öz faizini tutur. Plus bankdan sonraki yerdə əlimə nə gəlir, bu 116 manatı bankın faizini çıxandan sonra yerdə qalanın 20%-ni mən dövlətə vergi verməliyəm, gəlir vergisi kimi. Ona görə mən qeyri-ixtiyarı aşağı qiymət deyə bilmirəm. Onlar barterlə eləmək istəyirdi, amma mən fakt odur ki, şalak eləmirəm. Çünki mən böyün ödəyən adamam. Barterə məncə heç nə düşmür, çünki mən pul almıram ki, hədiyyə kimi də mənə xidmət göstərilir. Amma fakt odur ki, mən dırnağımı gəllak-şallak etmirəm. Bəzi şeylər var ki, mən onun əleyhinəyəm. Məsəl üçün, göz rənginin əməliyyat yolu ilə dəyişdirilməsini mən əleyhinəyəm. Çünki gələcəkdə iraq-iraq katarakt olanda onu hələm-hələm həkimlər onu edə bilmir də, operasiya kataraktdan, yəni körluğa gətirib çıxara bilər. Sonra bədən şəkilləndirmədən mən əleyhinəyəm. Ondansa həmin pulu verib idmana getsək, həm bədən sağlam olar, həm də qəşəng fit bədən yığdırmaq olar. Bədən şəkilləndirmə edən adamları mən ödümü çıxartdıranda görmüşdüm, bir ağrılar var idi ki. Bir də etiraf edim ki, mən heç vaxt gözümə linza taxmam, çünki qorxuram. Qalan amma plastik müdaxilələrin mən əleyhinə deyiləm. Təşəkkür edirəm Yalçın bəy. Mən mədəni söhbət etməyə xoşlayan insanım da. Bu söyüş-dömöyüşdür, küfürdür. İstəyir qərar oldu, istəyir olmadı, məndən uzaqdır. Yəni ki, mən heç vaxt söyüş söyməyi sevməyən adamım. Mən söyüşü, küfürü nə qadın, istər canlıda, istəyir realda, istəyir virtualda, mən nə qadına, nə kişiyə, millətindən, dinindən, irqindən, sosial mövqeyindən, yəni ki, insan deyilən bəndiyə, adam dilində danışan bir məxluqa insana yaraşdırmıram. Və hər bir dində də bu günahdır. Ona görə bu şkalandan fərqli olaraq mənim canımda adam az olur. Sadəcə mən dünən gecə canımı açmışdım. İzləyicilər xahiş elədi ki, Rəhmə xanım, vaxtın olanda aç da. Ona görə açdım. Yox ki, bu parıltını da çəkdim. Bizdə işıqların qalxıb düzəltmək lazımdır. Mənim də ayağım sınıb, dəmirlər var. Qalxa bilmirəm, ona görə qaranlıqdır. Keçən dəfə bir tərəf düzəltmişdim, o da partladı yenə. Lustrada 2 dənə lampa yanır. Gəlin söhbət edeyim, mən lak çəkə-çəkə. Приятно слышать ваши, не очень. Приятно слышать вашу речь, очень грамотно излагается. Благодарю, моя хорошая, благодарю. Спасибо. Стараюсь быть грамотным, излагать. Мне нравятся люди, которые грамотно излагают свою речь, свои мысли. Не имеет значения, на каком языке,
Каким языком они владеют на том же языке, когда кто-то грамотно речь излагает, это моя слабость, да, я вот обожаю таких людей. Aparım canım rahat. Bak çeke. Teşekkür ederim. Sadəcə siz danışın, mən də sizlərlə danışım. Ödən blok çekim. Hello Bakı, hello. Aleyküm hello. Hello. Mənim sevdiyim sözdür hello. Belə görürsünüz, bəziləri hello nədir? Deyirəm hellodur da, dəxli var, ürəyim istəyir hello deyirəm. Söz vermirəm, bir şey eləmirəm, hello deyirəm də. Benim hansı dildə istəyir, o dildə də hello deyir. Salamlaşıram, istəmirəm. Və bilirsiniz, o söz mənə kimlər deyir, nöqtə vergülü olmayan insanlar. Dilimizə hörmət edək, deyirəm, dilimizə hörmət edəyik. Onda cümlələri yazanda bir var mexaniki. Məndə də olur, mənim telefonum baş ayaq yazır, yakının yandalığı olur. Salam yenə sakam yaza bilərəm də. Çox sağ ol Günəş xan. Bir də var ki, nöqtə vergülü yoxdur. Sözü necə tələffüz edilir, elə də yazırlar. Oturub mənə deyirlər ki, dilə hörmət edək. Deyirəm, edək dilimizə. Hər kəs dilinə hörmət eləməlidir. Amma dilə hörmət eləmək tək hello ilə, Azərbaycanca danışıb-danışmamaqla getmirik. Hansı dildə danışırsansa, o dildə qrammatik baxımdan düzgün yazmalısan. Ondan sonra qarşındakı insana irad tutmalısın. Axşamınız xeyir, Əfqan Axundzadə, vaxtınız xeyir. İndi quruducu çəkəcəm, biraz qurusun. Həftədə bir dəfə, həftədə iki dəfə özümə manikür eləyirəm. Burada xanımlar əgər istəyirsə bilməyə, əvvəlcə Evelyn necə oxunursa, 8-in birində qoruyucusunu çəkmişdim. O biraz quruyandan sonra hal-hazırda 240 pasteli çəkdim. 2 qat. Təşəkkür edirəm Neymət, yaxşıyam, sağ olun. Siz necəsiz? Salam Aydın İbrahimov, yaxşıyam, sağ olun, salamatçılıqdır. Və üzün üzərindən Essence-in bollaq nömrəsini bilmirəm, baxın budur. Glitterlərindən təşəkkür edirəm. Allah cəm yaxşı insanları qorusun, amin, məndən bağlayın. Təşəkkür edirəm. Təşəkkür edirəm. Hardan spam gəldi? Spam falan gəlmədi, axı gəlsəydi yazlardı da, yalandan niyə deyirsiniz? Vaxtım yox idi, nə gecə açmışdım ki, bir idi, neçə idisə. İzləyicilər xahiş elədi ki, vaxtın olanda aç. Dedim, yaxşı, okey. Vaxtım olanda açacağım. Süperdir, pastelin lakları süperdir də. Bu 242 nömrədir. Türklər toz pəmbə deyirik belə. Necə deyim, qrязно розов kimidir belə, nежно qrязно розов. Bu da sirenivi tər, belə blesk kimidir, dırnağımda görürsünüz. Bunu təkdə çəkəndə yaxşı olur ona görə. Salam, yaxşıyam, təşəkkür edirəm İsmail. Mən şallak gelak ne vоспринимаю. Bu şallak da gelak da İraqa meloma deyirlər də deyəsən. Dırnaq altı xərçəngə gətirib çıxara bilər. Özü yıxılan ağlama, salam, axşamınız xeyir olsun, necəsiz, salam. Yaxşıyam, sağ olun, hər vaxtınız xeyirsiz, necəsiz? Oğlum da şükür yaxşıdır, yatıbdım. Təşəkkür edirəm, Aydın İbrahim. Hoş geldin de öz-özünə hoş gələn insan. Hoş geldin. Nə deyirəm ki? Hamınız hoş geldiniz. Спасибо. У меня еще другого цвета такая же ночнушка пеньюар есть. Ну, как сарафан. Можно как сарафан надеть домашний, можно как ночнушку. Əcəb elədiniz. Öz-özünə xoş gəldim deməyənə heç kim xoş gəldi. Əcəb elədiniz. Öz-özünü tərifləyən tərifləmirlər, öz-özünü sevməyəni sevmirlər, öz-özünü xoş gəldim deyən demirlər, öz-özünü dəyərləndirməyən dəyərləndirmirlər. Təşlə düzələdiniz. Xoş gəldim, da xoş gəldiniz.
Nə deyirəm ki? Благодарю, Нурик Кавказ. Bu biraz kurusun, kurudan da çekeyim. Top olsun. Siz sağ olun Ruslan Bey. Yaxşıyam, sağ ol. Sən necəsən Rufay? Orxan Usta'nın yanına getməliyəm. Saç dip boyası eləməyəm. Mən yazğın saçı 24-25 yaşımdan genetik ağarıb. Hansı məsələyə keçək? Ay Ruslan Bey, əsas məsələ nədir? Ona görə də dip boyası etməyə məcburdur. Saçımı açmışdım, pişirəm üstündən aça bilmirəm. Bu cəmaat nətər saçdan tökür çiyninə gəzir. Ölürəm də, bayılıram elə. Amma pişirəm, eləyə bilmirəm. Bu nöş açılmadı. Hə, açıldı. Bunu top coatunu da çəkək. Həm qurutsun, həm də yaxşı qalsın. Bu mənim olmazsa olmazım, vazgeçilməzimdir. De bu. Golden Rose Quick Dry Top Coat. Həm gel lak effekti verir, həm qurudur, həm də daha çox qalır. Necə sevirəm, az çox olduğundan gözəl görünür, gəlisi yəqin gözünüz. Təşəkkür edirəm. Mənim əhval-ruhiyyəm həmişə gözəldir. Pozitivlik, xoşbəxtliyin açarı və təməlidir. Bu mənim şablon sözümdür. Mənim dərdim qədər dərdi olan başqası olsa 777 yarıq götürüb alır. Yaşam xeyir olsun. Nə? Bir çəksiniz nədir? Hər vaxtınız xeyir. Bir çəksiniz nədir? Siz də xoş gəlmişsiniz. Doğru, təşəkkür. Bəlkə necə siz yazmaq istəyirsiniz? Yatıb, Sevil xanım yatıb. Nə əcəbsə yatıb. Əlsiz nə? What is əlsiz? What does mean əlsiz? Teşekkürler. Çok sağ olun Lena Hanım. Gözdən, Allah deyirəm ki, cadu piltidən qorunmaq olur. Açmaq olur. Gözdən qurtarmaq çətindir. Baxın, Ayətəl Kürsi belə də boynumdadır. Məni gözə gətirənlərin yanına dəhşətdir. Heç nə təsir eləmirik. Ona görə bizdə şeytan gedib otpuskaya, daha doğrusu pensiya göndərmişik. Hə, Lena xanım mənə göz dəyməsin yazdı, yadıma düşdü. Hə, valla, cadudan, piltidən təmizləmək olur, nəfis dəhşətdir. O nə deyir, adamı qəbrə, nə bilim, dəvəni. Hara göndərdi? Dəvəni nə bilim hara adamı qəbrə göndərdi. Nisbərə bir atalar. Nə bu atalar məsələn baş ayaq biləm də. Hələ bir qohumum var. O talaq deyəndə boşadım, boş ol, talaq, bir-birlərini boşayırlar. Bax, 3 dəfə desin ki, yaxşı qazansın, o adam elə bel üstə düşür ki, qazancı elə ölür, elə bloka düşür ki, özdə elə qürursuzdur ki, kim futbol oynayır, elə qürursuzdur ki, buradan atırsan bloka, bilir onun haqqında söhbət gedir. Oradan gəlir, baxır, məni istəyir. Buradan atırsan bloka, oradan. Kim futbol oynayır? Aşağıda uşaqlar, nə bilim. Bu da kinodur, evlərdə. Manikürümüzü qutardıq, olduq bombastik. Hə, uşaqlar oynayır həyətdə, bizim qəşəng həyətimiz var.
Baxmayaraq 13-cü mərtəbədə aşağıdan elə səs gəlir ki. Mən futbol oynuyorlar, voleybol oynuyorlar, nəsə oynuyorlar. Mənim izləyicilərimdən kim kitab oxumağı sevir? Mən kitab oxumağı sevirəm də, geçəcəm kitab oxumağı. Yaxşıyam, Flo elimdir, siz necəsiz? Salam Gülsüm, Elvin, yaxşıyam, təşəkkür edirəm, siz necəsiz? Aynı yaxşı. Kitab oxumağı hansı janrda xoşlayırsınız? Mənim keyfimdən asılıdır. Hal-hazırda, valla mən başqa cür bilirdim, amma bilirsiniz nə tipdədir, zamansız. M. Risə yazılıb. M. Rice oxunur, Risə oxunur. Əsl adı Mürvətdir, türkdür, Qıbrıs türküdür. Zamansız əsəri, düz mən o kitabı oxumamışam, kinosunda da başayaq baxmışam. Harry Potter da yox. Bu Üzüklərin hökmdarı tipdə bir şeydir. Yaxşıdır, sağ olun, şükür. Öz repertuarında istəyib təsir edir. Hə, nə bilim, dünən gecə də açmışdım. İzləyicilər xahiş etdi ki, aç, mən də açdım. Niyə? Kitab yaxşı şeydir ki. Bax, bayaq Günəş xanım deyir ki, sizin qəşəng nitq qabiliyyətiniz var, kitab oxumaq lazımdır. Mən də roman xoşdum. Axı, əvvəllər, bu da romandır, onda oxuduğum da roman. Bir dəqiqə gətirirəm. Amma biraz nağıl var idi, kurgu deyirlər, nə deyirlər. Yaxşı, salam Bahar xanım, axşamınız xeyir, necəsiz? Bu da romandır. Vроде bu sevgi romandır, kurgu deyirlər, nə deyirlər. Amma nağıl kimi də, elə bilin ki, bir dənə yazıcı qız olur. Baxmayaraq ki, türklərdir. Valla bilməm, İngilizcə götürüb adını Emrayis oxunur. Türkçədirsə Risə nə deməkdir, bilmirəm, adı Mürvətdir. Qız yaşçı olur, huşunu itirir. Huşunu itirəndən sonra partalanma düşür, nə olur? Özünün yazmağa hazırladığı, türklər demiş, bir türlü yazıb bitirə bilmədiyi romanın içinə düşür, oradakı qəhrəmanlardan birinə çevrilir. Səlim bay-bay eləyib yatıb. Yorulmuş uşağım, istəyir uşaq. Hə, düşür onun içinə, bu birinci hissəsidir. Onsuz da hər insanın həyatı bir kitabdır. Deyirəm, hərdən istəyirəm ki, qəşəng kitablar yazım da. Kitablar yazaram, amma bilirsiniz necədir? Kitabı nəşr etmək üçün ya sponsor tapmaq lazımdır, pis mənada yox, sözün əsl mənasında maliyyələşmən. Ya da öz maliyyələşmən olmalıdır, kitabı nəşr edirsən. Ondan sonraki talihi artıq oxuculardan asılıdır. Əgər oxucular o kitabı alacaqsa və dəfələrlə nəşr olunacaqsa, oradan gəlir, gələcək. Olmayacaqsa yox. Yoxsa mən elə qəşəng kitablar yazaram, özdə həyatdan götürülmüş, istər öz həyatımdan, istəyir ətrafımdakı insanlardan. Real hadisələrə əsaslanmış romanlar yazaram. Bəlkə nə vaxtsa yazdım mən. Anladım, mən də sizə deyirəm ki, hər istəyir sevəndə, istər sevməyən də Ruslan bəy, hər kəsin həyatı bir kitabdır. A new highlight was after posted to help you attract more views. Waiting live highlights. İnşallah sonra baxarım. O kimdir ki, onu eşitməmişim o yazıcını. Nə barədədir? Hüseyin Bala Mirələmov. Hansı kitabları var? Hə, elədir. Hansı kitabları var? Bildim Mirələmov. Kitabları, əsərlərin adını deyin. Hansı əsər? Eşitməmişim o yazıcını, ona görə deyirəm. Keçən il 66 kitab oxudum. Çox oxuyardım. Mən elə bildim ki, ayağım sınandan sonra mən yataqda olacağım, oxuyacağım, amma əsəb sistemim kəlləçaqdaydı, oxuyanmadım. Bəlkə də 80 neçə oxuyardım. Bu il hələ ki, 37-ci kitabdır, 36-cı kitabdır.
Hə, Allah ömür versin. Nə yaxşı. Kitablarının adı nədir? Bu il 36-da 37-də hələ ki bu. Ya 36-cı kitabda ya 37-də, onda ikisi audio kitabda olmaq şərti ilə. Öldüm istidən. Durum ventilatorda yandırım şeydə. Nədə onun kondisyon yerdə? Nəyə qəbul edərəm Uslan? Ağdonlu gəlin, yox, eşitməmişim o kitabı. Nəyə qəbul edərəm Uslan? Takibi deyirsinizsə, mənim səhifəm hər yerdə açıqdır. Kim istəyir, takib göndərir və olur. Bir dənə Facebookda qəbul edə bilərəm, eləməyə də. Əgər dostluğa qəbul eləmirəmsə, takibçi kimi qala bilirlər. 14 min takibçim var, 3 mindən çox dostum var. Belə də ki, takib açıqdır. Kim istəyir, takib edir, kim istəyir, yox. Yox, qarşılıqlı takibi nəzərdə tutursunuzsa, mən qarşılıqlı heç kəs takib etmirəm. Yalnız maraq dairəmdə olan insanlar. Heç onlar məni takib etsə də olar, onu etməsə də olur. Belə açıqdır, mən takibi necə qəbul edeyim? Dostluğumda olduz, istədiyiniz qədər takib edə bilərsiniz, istəməyəndə çıxa bilərsiniz. Bu effektlə bu effekt bir deyil, dəqiqə. Bu yaxşıdır, bu. Mənim fikrimcə eyni şeydir. Nə fərq edər ki? Hə, eynidir. Başa düşmədim, amma fərq. Mən də başa düşmədim. Yox, bir damcı fərqi var, amma belə götürəndə eynidir. Bir də həmcə gözdə kölgələr yaratdı. Yox, obursu bundan daha naturaldır. Obursunda gördünüz, göz kölgələr əmələ gəlmişdi. Belə eyni idi. Amma bunda yox, göz kölgəsi yoxdur. Bu daha naturaldır. Hə, bu yaxşıdır. Daha naturaldır. Obursunda göz kölgəsi falan idi. Hə, bu yaxşıdır. Prosta oxşar idi, maraqlı gəldi. Bilirsiniz də effekt söhbətini. Bayaqları gözdən danışdıq, effektdən danışıq. Şəklə fərq etməz, bəy, xanım, azacıq belə effekt versə şəklə, videoya, ona cadu-madu təsir eləmir. Lazda sırğa edir. Niyə? Yəni ki, təzə çəkilmiş şəkli ya videodan screen edilmiş şəkli aparırlar da cadugəra. Zakaz verirlər, loru dildə desə şeytana. Şeytan da gedir, o adamı tapır. Amma artıq effekt veriləndə azacıq da olsa cüzi nəzərə alınmayan. Şəkildəki insan o insan olmur. Şeytan da gəlir, axtarır, tapmır. Təzdən gedir həmin adamın başına baş salır, zakaz verəni. Zakaz verəni də cavab eləndə, ona görə də effekt vermək lazımdır. Hə, valla. O qədər gözü götürməyənlər var. Özü maraqlısı bilirsiniz nədir? Məni göz götürməyən məhkəmələrdə. Çox maraqlıdır. Deyim, acıladığım, mən biraz acı dilliyim var. Acı dilliyim yox deyim sizə. Mənim şəxsi işlərimi qarışanı sevmirəm, mənim gəlirini hesablayan insanları sevmirəm. Çünki mən heç kəsin şəxsi işinə qarışmıram. Ta ki, mənə məsəl üçün dərdini açmayınca mən ona məsləhət vermərəm. Adam var ki, məsəl üçün deyir ki, mən düz söz deyəm, sözü üzə deyənəm, ona görə məni sevə bilmirlər. Sözü üzə demək bilirsiniz necədir? Məsəl üçün, mən sizə dərdimi danışıram da və yaxud da hansı bir problemimi danışıram və sizdən məsləhət istəyirəm. Və yaxud nəyisə göstərirəm, sizdən məsləhət istəyirəm ki, bu paltar yaraşdı, yaraşmadı. Nə bilim, bu makyaj yaraşdı, yaraşmadı. Baxın, deməyə effekt məsəl üçün. Siz sözünüzü deyirsiniz, hə, onu mən anladım. Bir də var ki, heç bu insandan məsləhət istəmirsən. Ağzını qoyub Allah yoluna sənə məsləhət verir. Sonra da qeyb görürsən ki, həmin məsləhətin tam əksi ya özündədir, ya ailəsindədir. Sonra da deyir ki, mən sözü düz dedim, məni sevmirlər. Mən elə insanları acılaya bilirəm. Autizm və əqli əngəllik Nigar xanım. Nəyə pis qəbul etmirəm. Ağır dərəcəli əqli əngəllik, nitq qabiliyyətinin olmaması plus autizm. Ən çox da ki, əqli əngəllikdən nitq qabiliyyətinin olmaması. Hə, nəyə deyəcəkdim? Məni göz götürməyənlər, acıladığım insanlar deyil, səmimi qəlbdən sevdiyim, onların yaxşılığını istədiyim, bax, elə insanlardır. Maraqlısı o deyil.
Hələ göz də hardasa effekt qoyanda təsir eləmirəm. Mən olmuram effektdə. Biraz ezoterikadan başım çıxır, ona görə. Söhbət özümdən gedir, ümumiyyətlə gedir. Söhbət eləyirəm gözdən, cadudan, oradan, buradan. Bütün cəmi yaxşı insanlar Allah kömək olsun. Parmağı pişdi yenə Allah'ım. Orada da statistikaya baxırdım onu bir. Hə, oğlumdur. Səlim oğlumdur. 28 yaşı var, amma gerçək də oğlan da səhifəmdə var. Sadəcə uşaq kimidir. Amin, təşəkkür edirəm. Amin, amin. Allah cəmi xəstə övladlara kömək olsun. Xəstə övlad analarına, valideynlərinə Allah özü sevindirsin. Təşəkkür edirəm. Yaxşıyam, sağ ol Şahin, sən necəsən? Səlim oğlum da cavan oğlandı. 28 yaşı olacaq inşallah sentyabrda. Mənim 28 yaşında oğlum var. Hə, yox, oğlumdur. Ona baxmayaraq mənim üzüm həmişə gülərdi. Amin inşallah. Allahın verdiyinə də şükür, vermədiyinə də şükür. Bəzən bəzi insanlara baxıram, deyirəm ki, bəlkə də o belə yaxşıdır. Baş üstə qoyaram, dip boyası qoymalıyam, getməliyəm ustaya, istidə gedə bilmirəm. Amma saçlarımı atsam, görünür qəşəng saçlarım var, bax. Heç bilinmir, dibi çıxıbdır. İstiyə getmək lazım deyə. Görsən nə qəşəng saçlar. Sadəcə istidir. Təşəkkür edirəm. Yox, qocalmamışam mən, həmişə cavanım. Prosta ayıb dünya maliyyə. Söhbət ondan gedir ki, mən yazıbım, deyir, cəmaata deyir, var dövlət çatar. Mənə də genetik olaraq ata xəttimlə 24 yaşımdan saç ağarmaq çatır. Təşəkkür edirəm. Bu da ki, bir yana yaxşıdır, saçım tez uzanır. Heç 3 həftə deyil, saçıma kraskanı, dib boyası qoydurmuşam. Bir yandan da ki, dibinin ağı çıxırdı. Deyir, şair, nə tez qocaldınız. Amin, amin, Fidat oğlu, amin. Nə olub ki, mənim yaşıma? Mən adam tanıyıram ki, 70 yaşı var, bir tük ağı var ya, yoxdur. Tek hamıya bu yaşa çatmaq qismət olsun. Yox, həna qırmızıdır o. Mən kraska qoyuram, həna qırmızı olur. Sən saqqallarımın saçına hənamı qoyursan mı? Salam qonşu, hicranma. Hə, yadıma düşdü. Tanımıram siz, amma salam qonşu. Hər vaxtınız xeyir. Bilmirəm hansı qonşumuz salam. Bu azı göndərim çox formada getsin şeyə, səssizə. Bu az sözünə görə də mən maaştraf düşür. Deyirəm ki, bunların hamısını skrin edib polisə versəm, yaxşıca dövlət büdcəsində oturaram. Bəli, Bakılı balasıyam. Bakılı olmuşum. Nə? Gəmi tek sahilə yan alıram, ayrayım, doğrudan mı qucalaram? Valla insan hiss etdiyi yaşdadır. Təşəkkür edirəm Şahin bəy. Xeyr, mesajlara baxmıram. Ay, nə yaxşı, Qazaxa salam. Mən hamı sevir. Mən sevgiyə layiq bir insanım. Çünki mən öz-özümü sevirəm. Öz-özünü sevən hər kəs sevilir. Nə? O nədir? Mindəndir nədir? Fidat oğlu mindəndir nədir?
Salam, həyat gözəldir. Hə, aleyküm salam. Yazıb Qazaq gəmçi. Mən edirəm Qazaxa. Hə, bunu da göndərirəm Elçini. Evdə başa salsınlar bunu ki, xala, bibi, ana, nənə, hamısı evdə. Elçin dayı, getdin səssizə. Nə qəşəng. Təşəkkür edirəm sizinlə Bahəm. Təşəkkürlər. Takip atında açıq səhifədir. Səhərdən deyirəm ki, açıq səhifədir. Bir dənə takip atmaq istəyirəm, yox. Baxın görün, bir dənə takibə basın görün, ata bilirsiniz, ata bilirsiniz. Amma yox, məndən qarşılıqlı takip gözləyirsiniz, əzizlərim. Mən heç kimdən qarşılıqlı takip gözləmədiyim halda ən zəhləm gedən sözlərdən biri də mənim takip atmaq istəyirsiniz, takip atın da, basırsınız, tıklayırsınız, takip edirsiniz də, açıq səhifədə görürsünüz ki. Bir var qapalı səhifə ola, onda canımda ola bilməzdiniz. Mən qapalı səhifədən canlı açsaydım, yalnız mənim takipçilərim görərdi. Açıq səhifədən canlı açdığım üçün siz daxil olursunuz, düzdürmü? Deməli, takip ata bilirsiniz. Nə qarşılığı? Mən sizə niyə qarşılıq verməliyəm ki? Mən blogeram, mən heç kəsə qarşılıq vermirəm əzizim. Mən yalnız öz maraq dairəmdə olan insanları izləyirəm və mən səni izləyirəm, sən mənə qarşılıq ver demirəm. Bu yaxşı hərəkət deyil, bilirsiniz. Əgər izləyici yığmaq istəyirsinizsə, özü gələcək. Yox, mən səni izləyirəm, sən mənə mütləq qarşılıq ver. Bu düz hərəkət deyil. Necə igirsən mən? Mən kimi istəyirəm, ona görə izləyirəm və izlədiyim insana heç vaxt demərəm ki, gəl mənə qarşılıq ver. İzləmək istəyən məni izləyər, izləmək istəyən olur. Məcbur deyil, amma o sözü heç kimə deməyin, Fidat oğlu, mən səni izləyeyim, sən mənə qarşılıq ver. O artıq özünə reklamdır, mənim səhifəmdə özünə reklama izin verilmir. İzləmək istəyirsiniz, takip etmək istəyirsinizsə, xoş gəldiniz. İzləmək istəmirsinizsə, başa könlünüz necə istəyir, azadsınız hər bir hərəkətinizdə. Mən heç bloger olmasaydım belə, istədiyim adamı izlərdim, istədiyim adamı izləməzdim. Yəni, mənim maraq dairəmdə olmayan insan mənim takibimdə olanda mənim səhifəm spamlanır. Balıqlar bürcü. Pələngili balıqlar bürcü. İl oldu 2026, cəmaatın dərdi kişilərin şortik giyinməsi, qadınların da dodağıdır. Bu da valla mədəniyyətsizliyin pik nöqtəsidir. Əsl gözəl ailə tərbiyəsi görmüş mədəni insanlar heç kəsin xarici görünüşü haqqında soruşulmadan söz deməzlər. Əgər mən desəydim ki, mənim dodağım necə düşür, sizin mən ixtiyarınız var idi. Amma durduğunuz yerdə demək, bu deməkdir ki, ailədə sizə gözəl tərbiyə verilməyib. Çox əfsus, o da mənim günahım deyil. Ona görə də getdin. Hə, başda. Amma mən pedaqoq deyiləm axı. Mən iqtisad mühəndisi bitirmişəm Neft Akademiyasını. Hə, çox sağ ol. Qəşəng direktor aldım valla. Təhsil sistemini düzəldərdim. Bürcüm balıqlar, ilim pələngilim. Əsəbləşmirəm, cavablarımı verirəm valla. Atdım səssizə getdim. Hə, pis fikirli insanlar da mədəniyyət yönədə bilmirlər. Valla, cəmaat kosmos uçur, nə bilim Marsı fəth eləyir. Bizimkilərin dərdi sər bir kişilərin şort giyinməsidir, bir qadınların estetik müdaxiləsidir. Onu da qutaranda keçirlər effektdir. Cavabını verdim, göndərdim. Mədən surətdə cavabını verdim və göndərdim səssizcə baxsın. Problemsiz adamlardır. Bəxtəvər adamlardır. Dəftər sərlər cəmaatın xarici görünüşüdür valla. Sağ necəsiz Uля? Əcəb eləyirəm, gözəl baxıram. Hər kəsin öz işidir. Çox gözəl baxıram. Özüm də şişirdirəm. Ürəyim istəyir, şişirdirəm.
Keyfim belə istəyir. Təbii qalmaq istəyirsiniz, təbii qalın. Adətən bilirsiniz kimlər pis baxır, ixtiyarı olmayanlar. Baxın, mən özümdən sizə misal gətirim. Deməli, öz ətrafımdan danışıram, yaxın ətrafımdan. Salam, Oliçka, necəsiz? Tək yaxşı olun. Deməli, vaxtı ilə mən şalvar giyinəndə, şalvar giyinir deyənlər, çox sağ olun, Oliçka, hədiyyəniz üçün. İndi özləri məndən bir minimum 10-15 yaş böyükdür. Dar şalvarı giyinirlər, qat-qat. İndi yaşdaşıblar, kökəliblər. Hətta yasa belə şalvar giyinirlər. Mama delasini giyinirlər. Deyirəm, yox, dar şalvardır. Koftada ki, top deyil, qarınlarındandır. Yəni, dar koftanı giyinirlər. Mən şalvar giyinəndə mənə gülənlər. Və öz qızları, qardaşı uşaqları, bacı uşaqları, gəlinləri elə mini giyinirlər. Mən də mini giyinirəm, ha. Bəli, hər bir insan şəxsi fikridir. Prosta mən lağ eləyənlərdən danışıram, öz ətrafımdakilərdən. Elə mini giyinirlər ki də, mininin minisi. Amma fakt odur ki, mən şalvar giyinəndə lağ eləyirdilər, kimlərsə mini giyinəndə lağ eləyirdilər. Mən dodağıma biraz gel vuranda, bunlar hoydu götürmüşdü ki, siz qadınlar edir. Sonra nə oldu? Mən indi permanent eləmişəm də, düzdürmü? Özü mən 35-36 yaşından sonra nəsə eləmişəm də. Özləri permanent elədilər, göz üstü, qaşı permanent elədilər, dırnaq qoydular, bu arada məndə gəl lak deyil, bayaqdan lak çəkirəm. Saçlarının diblərini ximiya elədilər. Yəni, bunlar hamısı estetik müdaxilədir, kimlərsə botoks elədi. Düzdür, həmin şəxslərin özlərin qəşəng dodaqları, burunları var idi. Bəzilərinin burnunda nəyisə düzəltdilər. Gəlinləri, qızları boyun buxaq operasiyası eləyən oldu, üst dodağını düzəldən oldu. Fakt odur ki, mən eləyəndə mənə deyirdi ki, ay eləməyin, onu axlaqsızlar eləyir. Axlaqsızlar eləyirsiniz, sizlər niyə eləyirsiniz, qızlarınız? Mən öz yaxın ətrafından danışıram. Qadınlar, gəlinləriniz, qardaşınız, bacınız, uşaqları. Sami, deyirəm, sən polisə versən nə qəşəng olar. 1000 manat verərəm dövlətə və şişəncə. Elə bilsən, səni tapa bilməzlər. 1000 manatda gedərsən. O adamın belə xalaşqası olar sözünə qəşəngcə büdcəyə pulu deyərsən. Ona görə kirmişcə otur. Hə. Başladı da takip edərsən. Bu nədir takip dilənmək? Mən sizi niyə takip etməliyəm? Səhərdən 5 saat şeylə. Hə, düz deyirsiniz. Mən onu indi başa düşmüşəm, Faiq bəy. İnansız, bu yaşa çatmışam, 52 yaşım var da, 52 yarım. Mən onu, o söhbət bir 5-6 ildir başa düşmüşəm. Mən o qədər saf insan olmuşam da, hər kəsə özüm kimi bilmişəm. İnansız, indi də elə bilirəm. Amma siz düz deyirsiniz. Bəli, düz deyirsiniz. Allah bağışlasın. Hə. Yəni ki, mən Fırat iddə sual verdi fikrimiz. Yəni, mən öz ətrafımdakiləri deyirəm ki, ona görə deyirəm ki, bu rəylərə baxıram, cəmaata baxıram, o bursun, bu bursun. Kimlər ki, kimlər deyir, ay filan kəs nə bilmə estetik elədi, bu elədi. O saatda özüm şeydi, danışdıqlarım yanmışdı. Sonra bir vaxtlar mən rəhmətli papam mamamın maşını sürməyə öyrəndi, mən balaca idim. Sonra elə oldu ki, kasıbladıq elədik, heç maşın zatımızı da satdıq filan bəsməkən. Qadın maşın sürər deyənlər özləri, indi maşın da sürürlər, qadınları deyirəm. Həmin kişilərin özlərinin arvadları, gəlinləri, həmin qadınların da kişilərin də özləri, yəni öz qadınları, öz gəlinləri, qızları, yəni ki, ailəsində olan qızlar da maşın sürür, üstəlik, mənə də deyirlər ki, sənə də maşın lazımdır, övlad qıdırıq, oğlum, mənə maşın lazımdırsa, mən hədiyyə açıqam, onu mənə deyən qohum ağrabam, yaxınlarım, mənə maşını hədiyyə eləyə bilərlər, vallahi də, amin, təşəkkür edirəm. Təşəkkür edirəm, Faiq bəy. Yəni, hə, sual verdilər ki, dodaq şişirdənə necə baxırsan, özüm də şişirmişəm, nə var ki, burada. Sadəcə mən ətrafımdakı olan insanların haqqında danışıram ki, kimlər lağ eləmişdirsə, deyir, söz var, deyir, Allah deyir, qınadığını yaşatmayınca can almır. Amma onu o insanlar durub deyəsən ki, sən bunu bilmirsən, deyəcək, yox, o vaxt idi. Yadıma gəlir ki, mənim bir iş yoldaşım var idi. Məndən köpərdi, 2 yaşda böyükdü. Bunlar pis baxırdılar şalvar giyməyə. Bir 10 il qabaq görürəm şalvar giyim. Deyirəm, ay filan ki, sən niyə şalvar giymürsən? Deyir, nə olub? Deyirəm, sən pis baxırdın. Deyir, o vaxt deyir, deyirəm, yox, pis baxırdınsa niyə giyinirsən ki?
Tak ki, kimdə nə yoxdur, kimə nəsə icazə vermirlərsə, o saat oyda-oydaya götürürlər, şəbədə qoşurlar. Amma sonra Allah onun qınadığını yaşadır. Vallahi mən öz yaxın ətrafımdan danışıram və ona əsaslanaraq da həmişə deyirəm ki, məsəl üçün kimsə tənqid eləyirsə, təhqir eləyirsə, estetik müdaxilə, nə bilim nə. Sonra inanın ya özü ilə geyinir, bu hərəkət edir, ya da ki, ailəsindən yaxını övladımı desəm, gəlinimi desəm, belə. Məncə tamamilə sualınızı cavablandırdı. Mənkilər yatıblar, ona görə mən nə qost qəbul edirəm qonaq, nə birgə efir. Şey maraqlı söhbətlər edirik, davam edək. Nədən danışaq? Dayı, getdin səssizə. Salam İlqar İbrahimov. Bu user kim idi? Baba idi, əmi idi, nə idi? Getdi balaram. Canınız bir bəla dobri. Teşekkür ederim, yaxşıyam. Siz necəsiz? Siz sağ olun. Salam, yaxşıyam, təşəkkür edirəm Rusi Fərzəliyev, siz necəsiz? Deyirəm, hərdən bir səhifəmdə açsam canlı necə olar, 3 dənə səhifəm var, 7K buradadır, 3K birindədir, 1K-dır birində. Ya da bunu 10K-ya çatdırım, sonra keçim onlara. Peki, yaxşı olun, təşəkkür edirəm, amin. 15 dəqiqədə oturum, 12-də çıxım. Onsuz 1 saat tamam olanda mənə. Deyəcək ki, 1 saatın tamam oldu. Mən rayondan deyiləm. Bəlkə bənəm. Bir də nə fərq edər ki, hamımız Azərbaycanlıyıq, düzdür. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu öndərimiz Heydər Əliyev. Təşəkkür. Salam oğlan. Bakışa, salam kız. Ola bil ki, padrukan filan bir. Salam Novruz Bey. Teşekkür ederim ama bu al qırmızı deyil. Bu belə qəribə belə nar çiçeği ilə şəhər ayının qarşılığı. Salam, aleyküm salam. Siz nə bilirsiniz ki, mən rayonda doğulmuşam, mən rayonda doğulmamışam. Sizə elə gəlir. Nə üçünsə sizlərə elə gəlir ki, mən Bakı şəhər, rayon diskriminasiyası eləməyi sevmirəm. Amma çox əfsuslar olsun ki, bax sizin kimilər şəhər, rayon diskriminasiyası eləyir. Mən həqiqətən diskriminasiya eləmək, ayrı seçkilik saymanı sevmirəm. Amma məhz rayondan olanlar diskriminasiya edir ki, Bakının öz əhalisi yoxdur ya, hamı rayondan gəlib. Xeyr əzizim. Siz niyə diskriminasiya edirsiniz? Yadınızda saxlayın, Rusiya Fərzəliyev. Biz hamımız Azərbaycanlıyıq və Heydər Əliyev demiş. Allah qəni rəhmət eləsin. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Rayondansınız çox gözəl, amma rayon şəhər diskriminasiyası etməyin. Əcəb eləyirəm.
Və sən utanmırsan, ay Gülnarə, heç utanmırsan Gülnarə, ərin icazə vermir, qaynanan icazə vermir, şəkil qoymağa girmirsən, gecə vaxtı, gecə saat 12-də canlıda oturursan, ayıb deyil, bu qadın xeylağı da canlıda oturar, qadın xeylağı TikToka girər, Gülnarə, qaynaton bilsə, ərin bilsə, ərin qaynaton yoxdursa, atom qardaşın bilsə, nə olar, utanmırsan, ayıb olsun sənə, bu Gülnarə, ayıb. Adam da gizlincə profil açar, adam da gizlincə başında gül şəkillə açar. Arvad nədir, qız nədir, qadın nədir, TikTok nədir, ay Gülnarə, utanmırsan, ayıb deyil sənə. Ayıb olsun sənə. Sənin kimi qadınlara ayıb olsun Gülnarə. Utanmırsan, bu yaşda, yaşın da bilinmir, saç yaponun başını qoymuşsan ora, ailəndən gizlin, girmişsən TikToka, ayıb deyil Gülnarə. Ayıb olsun. Sənin kimi qız qadına ayıb olsun. Ayıb. Get. Ailən xəbər tutar. Aman. Ayıb olsun sənə. Pişiyin əli ətə çatmayan deyil, əti verir. Belə sən hələ mənim yaşıma çat Gülnarə. Sonra danışarsın. Yaxşı mı? Allah sənə də qismət eləsin. Valla sənə kimlərə icazə versə gecəlik nədir? Çiməlik paltarında oturarsın. Çox sağ olun Novruz bəy. Ay nə bilim, biri yazıb ki, ayıb deyil, gecəlikdə oturmuşsan, bu yaşda ayıb olsun. Özdə deməli saçını, bilmirəm, harandansa internetdən şəkil götürüb. Saç şəkli də arada gül. Bu yaponlar filan gül vurur. 100% mən səminliklə deyirəm ki, onun ailəsi icazə vermir interneti. Mən açıq səhifə işlədirəm də, yəni hər kəs görür. Və partlayır axı, partlayır. Necə yəni, bu yaşda məndən də bəlkə də cavandır, bəlkə də qocadır, bilmirəm. Oturub canlıda. Valla Gülnarə geçsin yatsın, ayıb olsun o Gülnarəyə. Ayıb. Qız nədir, qaydın nədir, TikTok nədir, vay. Ailəsi də icazə vermir. Ailəsi icazə versəydi, saçın arxadan şəklim qoymaz. Sevirəm də elələrdi, valla. Buradan Gülnarə kimlərə salam olsun. Çox sağ olsun onun ailəsi, ona icazə vermir TikTokda oturmağa, o da gizlin baxır. Elə həmişə icazə verməsin, qıraqdan baxsın və hamı ayıb desin. Amma əslində olmaz, Gülnarə get yat. Hələ ki ailən xəbər tutmayıb get yat. Mən bezdim buradakılar deməyə ki, mən heç kəsi qarşılıqda takip etmirəm. Teşekkür edirəm Kanıt. Teşekkür edirəm Rusif bəy, sizə də can sağ olsun. Gülnarə güldürdü. Mənə güldürür də elələri. Siz necədir? Deməli, bunların ailələri bunlara icazə heç nə vermir də. Mən elələrinə cəmiyyət və ailə qapazaltısı deyirəm. Teşekkür edirəm. Çox sağ olun, çox teşekkür edirəm. Və görür ki, kimsə məsəl üçün fərq etməz, Rəhimədir, kimdir, Gülnisədir, Fatma Nisədir, açıq səhifə işlədir, oturub rahat danışır. Deyir, necə yəni, mənim ondan nə əskikliyim var da, məsəl üçün mən Rəhimədəm. Mən elə ondan da cavanam, mən amma açıb işlədə bilmirəm. Bu Rəhimə xanım oturubdu, mən axı mənə 2 dəqiqədən bir ailəm deyir ki, bunu eləmə, ayıb olsun, ayıb deyil. Mən bəs o içimdəki kini, küdurəti mən ailəmə o cavabı qaytara bilmirəm. Mənim insan hüquqlarımı tapdalayan ailəmin cavabını verə bilmirəm, deyə bilmirəm. Mənim insan hüquqlarımı tapdalamayın, mən azad insanam. Ona görə mən həmin mənə deyilən sözləri Rəhimə kimi eləməsin. Elgizi və məni təhqir etdiyin üçün o ürək işarəsi qoyduğuna görə ay nənə, ay dayday, ay baba. Mən səni bu dəqiqə skrin eləyib polisə versəm, səni yerin altından tutarlar, 1000 manatı verərlər, alarlar səndən canlı yayında təhqir elədiyin üçün. Ondan sonra sənin ailən, sənin barmaqlarını qırar. Və sənin özünü klon kimi oynadar ki, o 1000 manatı ailə büdcənə qaytarasın. Klon sözü yoxdur. Klon bilirsən nədir? İstəyirsən deyim sənə klon nədir? Ay dayı, ay həkim paltarı giyinən ürək dayı. Klon kinosuna baxmışsınız, onu qadağan eləyiblər. Hər hansı bir canlıdan bilmirəm, nə hüceyrəsi götürürlər, başqa bir canlı yaradırlar. Əkizindən də çox eyni olur da, eyni denk olur. Klon bu klondur. Bir də var, clown, tərhək. Sən hələ get o sözü öyrən və elə eləmə ki, mən səni polisə verim və sənin canlı yayımda məni
və tanınmış Elgiz bəyi təhqir etdiyin üçün 1000 manat cərimə elətdirir. Ona görə ayağını düz at, kirmişçi otur. Bilirsiniz, mən sizə bir dənə şey deyim də, mən xoşlamıram baxmam. Bəzilərin burada straferləri, tiktokerlər deyirlər ki, söyür. Əslində, deyir İmam üçün ağlayanda Yezid üçün də ağlamaq lazımdır. Mən bunun tərəfdarı deyil. Bu adamları, baxın, otur canlı açır, özü üçün nəsə danışır, yemək yeyir, ya nəsə danışır, düzdürmü? Məni yox, bax, bu dəqiqə Ali səni kimisini aparacaq polis. Çünki sən iş verənsən, oturmuşsan skrin eləməyə. Mən bu saatda sənin kimi, bax, bir sənin kimi dediyi bir qadına mən 500 manat ştrafı verdirtmişəm. İstəsən sənə də 1000 manat verərəm, kirmişcə otur. Hə, Allah ağzından eşitsin, ağzından çıxan, Ali, ağzından çıxan özü qism. Tvoyi riçi, tvoyi pliçi, sənin özünü mən polisindən apatdıra bilərəm, narahat olma. Allah polisimizdən də, prezidentimizdən də razı olsun. Hə, oturur, başlayırlar bunu söyməyə, düzdürmü? Bu yazıqda o bezir də, ağzından söyür çıxır. O saat onu skrin eləyirlər, verirlər. Düzdür, o şeydir. Bu Alidir, ürəkdir. Elə bilirlər ki, fake profilindən girdilər, nəsə dedilər. Bunların skrin edib QR kodunu kiməsə verib ştraf elətdirmək olmur. Elə qəşəng elətdirmək olur. Çünki polisimizdən Allah razı olsun, onu göydə tapılır. IP kodu var. Əli qoymur, adını istəyir, qoysun Mirələm, istəyir, nə bilim, Vəli, Pirvəli, istəyir Jack London. Onu tapırlar. Təşəkkür edirəm, Aygün xanım. Yəni ki, elə bilirlər ki, bunları tapa bilməzlər. Elə qəşəng tapa bilərlər ki. Kimlərdir polisi var. Özünü aparıblar da ona görə. Deyir, indi mən bunu davacit eləyim, bu söyür-söysün, skrin edeyim, ştraf edilmişsən olur. Doğrudan. Sən özünü mən ştraf elətdirə bilərəm. Çox sağ olun, Bərbər Saşa, kiməsə göndərdiyiniz üçün. Burada TikTok'da keyif diye yazıp ki употребление показанных в этом видео веществ может быть опасно для здоровья. Ben burada ne göstermişəm ki? Bəlkə deyim. Kim qaçdı? Yox, səssizə qoydum. Gülnarəni də səssizə qoydum. Əlini də, ürəyi də. T nədir? Bakı şəhəri. T nədir? Ne yazmışsınız ora? Ay, çox sağ olun. Allah razı olsun sizdən. Bəzən deyirlər, TikTok pisdir. Valla, nə TikTok, nə Instagram, nə YouTube, nə Facebook pis deyil. Şəxsən mən TikToka girəndə, Instagrama girəndə mənim maraq dairəmdə olan nələrsə baxıram da. Ta ki, kosmetikaya baxıram. Öz ailə tərbiyələrini, mədəniyyətlərini göstərirlər ki, hansını ki almırlar Aygün xanım, ona görə. Elə ona gətirib çıxarıram. Yəni, mən şəxsən otururam, nələrsə baxıram. Məsəl üçün, kitab marağımdadır, psixologiya marağımdadır, belə deyək. Xoşum gələn bir dənə video var, çantamda nə var. Belə bir şeylərə, yaxud tarixi nələrəsə oturub baxıram da, düzdürmü? İnsanlar deyir ki, TikTok pisdir. Girirlər, IQ səviyyəsi aşağı olan insanların canlısına, özləri onların canlısını da artırırlar, takibini də axtarırlar, özləri başlayırlar söyüş yaxdırmağa. Sonra deyirlər ki, TikTok pisdir. Valla, nə TikTok, nə Instagram, nə Twitter, Twitterin indi təzə adı var, nə Facebook, meta deyirlər də, heç nə pis deyil. Əgər ondan maarifli formada istifadə etsiniz. Canım. Özdə mən burada belə pis şeydə danışmıram, təhqir etsinlər. Özdə canlı açıb təhqir edənə, adi elə belə internet üzərindən təhqir edənin cəriməsi 500 manatdan başlayırsa, canlıda kimsə təhqir etsə 1000 manatdır. Yəni mən onları skrin edib IP kodunu mən hörmətli polisimizə verə bilərəm. Nə fərq edər ki? Subayam, evliyəm, elçi mi düşəcəkdir? Salam, FC Barcelona. Olsun, coğrafiya. Səlimcan yatıbdır.
Əcəb eləyirəm, danışıram. Danışa bilirsiniz, siz də danışın. Mən 9 ayından dil açmışam. Siz danışa bilmirsiniz. Mənim özümə niyə yazığım gəlsin? Təkələ siz də mənim kimi olasınız. Çox gözəl danışa biləsiniz. Danışıq qabiliyyətiniz olan. Özünüzə hörmətiniz ola mənim kimi. Özünüzə sevginiz olar. Onda öz-özünüzə danışma, yəni elə boş-boş danışmarsınız ki, öz-özünüzə danışmayın, özünüzə yazığınız gəlmir. Mənim yox, mənim bilirsiniz kimə yazığım gəlir. Öz-özünüzə danışmayın, danışırsınız, öz-özünüzə yazığınız gəlsin. Şəxslərə mənim yazığım gəlir ki, qarşısındakının danışığının gözəl olduğunu, hər tərəfli danışmağı bildiyi halda, özü danışa bilmədiyi üçün özünə aid olduğunu qarşısındakına deyir. Hə. Siz kimsiz ki, mən sizin xahişinizlə evlənim ya evlənməyin. Evlənmək istəmirsinizsə, evlənməyin. İndi sizə atıram səssizə, kirmişcə, öz-özünüzə danışa-danışa məni izləyə bilərsiniz. Azadsız izləmənizdə canıma xoş gəldiniz və kirmişcə yola salıram sizi sakitcə oturub canlımı izləyə bilərsiniz. Gecəniz xeyri qalsın, Ramiz. Təşəkkür edirəm, canım mənim Aydın xanım. Hə, gəldiyi kimi də getdi. Deyib danışırsınız özünüzə. Bax, məsələn üçün, mən girirəm, qabağıma kimisə canlısı çıxıb, düzdürmü? Görürəm ki, mənim maraq dairəmdə deyil. Kirmişcə çıxıram da. Təşəkkür edirəm, Bakışəhərə. Təşəkkür edirəm, Barbər Saşa. Bilirsiniz, onlar kimdə, Aygün xanım? Həyatda, yəni real həyatda, cəmiyyətdə, ailədə, sözü keçməyən, cinsindən asılı olmayaraq, heç bir sözü keçməyən, el dilindən isə heç bir baltaya sap olmayan vətəndaşlardır, insanlardır ki, baxırlanırlar. Cəmiyyətdə də, istər virtualda, istər realda, azacıq da olsa hörmət olan, azacıq da olsa sözü keçən insanlara. Ona görə təşəkkür edirəm Cahid bəy. Ona görə də girirlər öz həyatdakı nifrətlərini burada, onlara deyilən sözləri burada başqalarına deyirlər. Sanki o deyir, xıncını çıxardırlar. Hə, olsunlar. Nə? Baba nədir? Barbər Saşı nə danışdınız siz orada? Tövbə başa düşsün. İndi də izləyə bilərsiniz. YouTube-dayam. YouTube məni spamlayıb, deyin niyə? Biri var, işi gücü spamlamaqdır cəmaat, o heç. Bir də ki, məsəl üçün, belə, lori dilcəmə, qaba dildə. Tutaq ki, bir video 1000 baxış gəlib, düzdürmü? 1500 baxış gəlib, belə. Amma YouTube baxır ki, nə like işarəsi var, nə dislike işarəsi var. Yəni, bəyənib like qoyub, bəyənməyib dislike qoya bilərlər. Heç bir rəy yox, like yox, dislike yox. 1000 dənə baxış sayına 3 dənə like gəlib. Deyir, aha, sən panel vurdurmuşsan, sən spamlamısan. Spam vurdurmuşsan, mən səni spamlayıram. Halbuki mən orada nə panel vurdurmuşam, nə yalancı baxış sayı etmişəm. Prosta mənim izləyicilərim qeyri-aktivdir. Sən bacarırsan, sən də ol. Sənin də ki, şükürlər olsun, 1, 2, 3, 4, 5, 6, 7, 8, 8, 9-dan başqa heç neyim yoxdur. Hələ əslində dediyin özündədir. Ona görə də sakitcə, kirimicə bax və feyz yap. Hə, təşəkkür edirəm. Hə, ona görə YouTube məni spamlayıb. Mən bir dənə də qadın var, taxıldı. Hamını spamlayır. O da məni spamlayıb. Amma mən yenə də paylaşıram. Yəni ki, Rahim Aflatun yazırsınız, izləyə bilirsiniz. Amma aktiv olun. Ya like qoyun, ya dislike qoyun. Orada saat var, ona baxırdım. Ha, burada saat var, biri işləyibdir.
Deyirsiniz çılpaqsız. Mənim aram çılpaqdır. Sarafandır da, iplikli paltardır. Salam kral. Özündəki nə adı var, nə familiyası? Materin Allah var etsin, təşəkkür edirəm, sizlərlə varım. Qubadlı salam. Təşəkkür edirəm kral. Gözəl görən gözləriniz var olsun. Teşekkür ederim Barber Sasha bölüştüğünüz için. Aleyküm salam только честно. Hoş gününüz olsun. Teşekkür ederim. Teşekkür ederim. Ben sarafandı da, ev paltarı da, ev sarafanı da böyle britelka ilə. Hətta mən bunu biraz çəkmişəm də, qaldırmışam da. Deyir də, boş-boş çılpaq. Deyir, şərçilərdən Allah qorusun. Şərdən bir şey yoxdur. Var bəli, deyirəm də, həyatda cəmiyyətdə sözü keçməyən insanlar da bilmirlər bu, nə boş baxazlar eləsinlər. Təşəkkür edirəm. Necə oturmuşam? Materinka. Normal oturmuşam da, necə oturmalıyım ki? Ay, fikir vermirəm. Atıram kirimi işçə səssizəm. Otursunlar, səssizcə baxsınlar. Hayf ki, belə oturmuşsunuz. Necə oturmalıyam ki? Normal şəkildə oturmuşam da. Təşəkkür edirəm kral. Valla, əgər pis oturmuşam, vallahi də yox, vallahi də, billahi də çıxırsınız izləməmdən, gedirsiniz gözəl oturanların. Məsəl üçün, vallahi də, billahi də o Materinka adı bilinmir nədir. Amma o sizin seçiminizdir də, ad qoyumsunuz, düzdürmü? Yəni, mən sizin səhifənizə girmirəm. Niyə? Vallahi də, billahi də siz mənim maraq dairəmdə deyilsiniz. Əgər mən gözəl oturmasaydım, mən gözəl duruşa, gözəl baxışa malik olmasaydım, siz mənim canımda oturmazdınız. Çıxıb gedərdiniz, öz maraq dairənizdə olan. Deməli, siz özünüzü təksib edirsiniz Materinka. Mənim oturuşum da gözəldir, geyimim də gözəldir, özüm də gözələm. Sizlərdən fərqli olaraq öz şəklim var, açıq səhifə işlədirəm və vallahi də, billahi də səhvsiniz. Bu arada yalandan vallahi deməyin, günahdır. Mən nəfsim üçün fərqi yoxdur, hərə öz günahına, savabına cavab deyildir. Ona görə də nə edirəm Materinka, sakitcə atıram. Sizi səssizə, sakitcə oturursunuz. Vallahi də, billahi də, nə qədər istəyirsiniz izləyin mən. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam, Şirar Güləliyev. Təşəkkür edirəm, kral. Təşəkkür edirəm, amma mənim yaşım 40-dan çoxdur. Bəli, Bakıdayım. Mənim yaşım 50 plusdur, 40 deyil, 40-dan çoxdur. Təşəkkür edirəm komplimentiniz üçün, səmdir. Yo, təşəkkür edirəm, 50 plusdur. Hələ saçımın debi çıxıb, gərək istedi gedə bilmirəm ustaya. Salam. Bəli, düz deyirsiniz. Ümumiyyətlə, heç kəsin yaşı önəmli deyil. İnsan özünü neçə yaşında hiss edirsə elədir. Məsələn, mən İtalyanları nəyi sevirəm? İtalyanlara baxıram da videolarına. 100 yaşları var, 70 yaşları var. Canlı, çox sağ olun Mahmud Aydeniz üçün. Canlı, gözəl geyimli, qayıldan, qeybətdən uzaq. Ona görə də İtalyanlar çox yaşır. Bizdə qoyun şəbədə qoşsunlar. Hər bir insan, qadın, kişi fərq etməz. Olduğu istədiyi, yəni görünmək istədiyi, hiss etdiyi yaşdadır. Salam. Kim idi mənə salam verən? Sadiq Photoshop, salam. Düzdür, çox təşəkkür edirəm. Təşəkkür edirəm. Yox, yazmayın, mən direktə baxmıram, direct messengerə baxmıram. Sizcə nə fərq edər ki, mən evliyəm və subay? Elçimi gələcəkdir, Mahmud. Təşəkkür edirəm. Hədiyyəniz üçün bərəkət rusunuz bol olsun. Bəli,
Qeybət günahdır. Qeybət bilirsiniz nədir? Bir bəndənin digər bəndənin haqqına girməsidir. Hansını ki Allah həmin haqqın tövbəsini, günahını bağışlamır. Ta ki bir bəndə digər bəndəyə haqqını halal etməyincə. Ay nə yaxşı. Bəxtim açıldı. Qaldan qeybətdən insan uzağı, insana. Təşəkkür edirəm, kral. Mən buna layiqəm. Hər kəsin məndən xoş gələ bilər, düzdürmü? Aleyküm salam. Pia Erer 08 2012. Aleyküm salam. Siz dünən də deyəsən var idiniz, canımda yanılmıramsam. Təşəkkür edirəm. Hədiyyəniz üçün dünən də hədiyyələr göndərmişdiniz. Təşəkkür edirəm, var olun. Hədiyyə göndərən hər kəsin hədiyyəsi də bol olsun, bərəkət ruzusu da bol olsun. Mənim səhifəm tanışlıq səhifəsi deyil, mən blogeram. Salam. Səncə mən nə işlə məşğulam? Gir səhifəmə bax, bilərsin. Təşəkkür edirəm. Bəli. Bakıda oluram, Bakıda doğulmuşam, Bakıda böyümüşəm, Bakıda oluram, yəqin ki Bakıda da öləcəm. Təşəkkür, gözəl gününüz olsun. Nə gözəl, təşəkkür edirəm. Instagramda izləyirsinizsə, zəhmət olmasa like'lar qoyun postlarımı. Səhifəmə girirsiniz, videolar, şəkillər falan var, like'lar qoyursunuz. Təşəkkür edirəm. Kimin yaşı 42-dir? Mənimki 42 deyil, mən 50 plusdur. Əcəb edirsiniz. Allah bazar versin. Amma mənim səhifəmdə özünə reklam olmaz. Hər like qoyursunuz, çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, mənim bəy izləyicilərim, mən sizə deyim, xanım izləyicilərimdən daha aktivdir. Mənim xanım izləyicilərim baxırlar, bilirlər, amma like qoymurlar, paxıltılar. Amma bəy izləyicilərim elə deyil. Təşəkkür edirəm. Həqiqətən elə deyil, bilmirəm niyə. Mənim xanım izləyicilərimin 5-i like qoyursa, 15-i like qoymur. Amma bəylərimdə tərsinədir. 5-i like qoymursa, 15-i like qoyur. Hə, nə gözəl, Allah ömür versin. Yaşın nə fərqi var ki? Sağlıqlı ömür versin hər kəsə, bütün yaxşı insanlara. Hələ pislərə də Allah ömür versin, nə olanda ki. Ölüm haqqda hər kəs üçün var. Kiminə tez, kiminə gecə. Çox gözəl. Çox gözəl. Necəsən, yaxşıyam, təşəkkür edirəm. Yaxşıyam, sağ ol sən, necəsən Sadiq Həşimov? Nə? Hansı makanın son nədir? Siz nə yazmısınız ora? Ay İlqar Bayramov Qaraçov, nə yazmısınız ora? Təşəkkür edirəm. Mən hərdən otururam, yazıları oxuyanda fala baxıram, nə olanda? Mən direktə baxmıram. Makanansa nə deməkdir? Valla kim baxır baxsın da, məndəkilər də mənim canlıma baxırsa sağ olsun. Dünya futbolunun çempionatından mənə nə? Siz, bax, bütün yayım zaniyət bir bütün dünya futbolu. Siz niyə canlı futbola baxmışsınız, mənim canlı yayımı baxırsınız? Deməli, mən futboldan Avropa futbolundan daha üstündür mənim canlı yayımım, elə deyilmi? Makanansa nədir?
Bir normal yazdı, amma kanalsan nə dildədir? Yox, baxmayacağım. Eləmirəm, indi siz səssiz atım, kral sizim. Baxır sözə. Lalı xanım, çox sağ olun sizə like'lar üçün. Necəs Lalı xanım? Aralsan nədir? Aral göl. Aral göldür, çaydır, nədir? Nə dildə yazdın sən? Salam Lalı xanım. Bu İlqar Bayramova görə mən oturub fala baxacağım. Fala baxıram, rəmlətirəm. Hə, eybi yoxdur, az olsun, saz olsun. Mən saya baxmıram ha. Tək yaxşı olun. Aralsan nədir? Xətrimə dəysə ya bloka atacağım. Ən yaxşı halda, yox, ən yaxşı halda səssiz atacağım. Orta halda bloka atacağım. Pis halda polisə verəcəm. Ona görə bax da. Hə, siz sağ olun. Salam Sadə. Siz nə yazdınız Barber Saşı? Valla başa düşmədim nə yazdınız. Blok yox, blok. Siz aralsız. Aral nədir? Bax, aralsız nədir? Bu nə ilə yazır? Bu İlqar atacağım, indi səssiz verir. Nə yazır? Mən başa düşmürəm. Valla bilmirəm, bu İlqar Bayramov nə yazır? Nə rus hərflərindən doğru dürüstə yazır Kirillə. Nə olsun ki, insan bəlkə adını bilmir, Kirillə yazır. Amma Kirillə də sözləri düz yazmır. Nə dildə yazır? Ay millət, bəlkə bir sözünü yazır mənə. Məndən çox adamın xoşu gəlir. Nə olsun, gözəl qadından xoşu gələnlərdən. Əslində, o göndəriləri canlı efirə qoşulmaq yaxşıdır. Burası səs olur. Privet, aleykum, privet. Nə gözəl, mən də biləm də, məndən çox xoşu gəlir, mən də ciddi deyirəm. Özü yıxılan ağlamaz kral. Привет, как дела, красотка? Превосходно, благодарю. Kral özü yıxılan özü ağlamaz. Direktə baxmıram, mən blogerəm, bura tanışlıq səhifəsi deyil. Ünvanına səhv salmayın. Yox. Sevə bilmərəm. Mənim 15 yaşımda oturub bir kasıb oğlan sevə bilmərəm. Yox, sevə bilmərəm. Sevgini, boş sevgini yavan çörəyi çəkib bilmirlər. Xüsusilə də fərasəti olmayan kasıbı sevə bilmərəm. Var insan kasıbda fərasəti var, pul qazanır. Var insan kasıbda, əli açıqdır. Gedər axırıncı pulunu verər, sevdiyi qadını, qıza sevindirər. Bir də var ki, kasıbam deyən xəsislər var. Kasıbam deyib pul qazanmağa cəhd etməyənlər var. Onları sevmir. Baxır, hansı kasıb? Xəsis olmayan kasıb. Kasıbçılıqdan çıxmağa çalışıram. Kasıb. Can, Lara xanım. Ты глаза очень красивые. Azərbaycanca yazda ev təmiri. Ты глаза очень красивые nədir? У тебя глаза очень красивые gedir. Hə? Kasıb ol. Kasıblığı əlində bayraq etmə. Mərd ol. Kasıb olmaqdan çalışıb, kasıblığı bayraq edən, məsəl üçün, qarşısındakı qadına, qıza, sevdiyi qadına bir dənə çiçək almaq istəməyən kasıbı sevmərəm. Kasıbam, ala bilmərəm. Bax, o xəsisdir. O milyoner də olsa, onun ürəyi kasıb olacaq. Kasıbam, kasıb mərd olur. Dövlətli də mərd olur. O mərdlik nə kasıblığa, nə varlıya baxmır. Kasıbam, pul qazana bilmirəm. Amma kasıb mərd olur. Bax, o düz deyil. O ortaq fərasəti olmur. Amma mərdliyə qalanda kasıb da mərd olur, dövlətli də mərd olur, ortada. Namərdlik də həmçinin nə kasıba, nə orta təbəqəyə, nə də varlıya baxmır. Yəni,
Kasıblığı əlində bayraq edən insanları mən sevmirəm. Mən özüm varlı deyiləm. Kasıblar təbədə sayıla bilərəm. Amma ay kasıblığı əlimdə var dedim, yox. Kasıb mərd olur da düz deyil. Bu artıq kasıbların özlərinə olan təsəllisidir. Mərdlik, namərdlik insanın sosial mövqeyinə, maliyyə durumuna baxmır. Sevgidə qarşılıq olmalıdır. Həqiqətən nə edəcəm kasıbı? Bax, onu düzdür. Kasıbdan kasıba fərq var. Bax, onu deyirəm. Var, kasıb olmaq eyib deyil. Həqiqətən eyib deyil. Amma kasıb olub, kasıblıqdan çıxmaq istəməyən, cəhd göstərməmək, əlində bayraq tutmaq, mən kasıbam, o eyibdir. Kasıb mərd olur demək, o eyibdir. Çünki yenə də deyirəm, mərdlik, kasıb, orta və yaxud pulluya baxmır. Namərdlik deyilə. İnsan faktorudur. Mən kasıbam, mən heç nə eləyə bilmərəm, o da düz deyil. Elə həmişə qurban olur. Və ona görə də o kasıb deyirsiniz, evrənə, kainata o enerjini göndərirsiniz. Və varlananda da özünüzü kasıb sayırsınız. Ağlamaq lazım deyil, bəli. Şəxsən mən ağlaya bilmirəm. Bax, mənim rəhmətli papam deyirdi ki, o kasıb ol, mərd ol söhbəti. Cibində pulun olmasın, amma özünü elə acındıran göstərmə. İnanırsınız, indi avtobuslar 60 qəpikdir. Olub, axırıncı pulumu xərcləmişəm, 20 qəpiyim olmayıb avtobusa minməyə. Amma özümü elə şax tutub getmişəm ki. Təşəkkür edirəm. Amin, təşəkkür edirəm. Baxır xayışa. Hə də, qordu. Kasıbam demək artıq vüqarlı olmaq deyil. Məsələn, mən kasıbam, düzdürmü? Onun sizə nə dəxli var? O mənim problemimdir də, düzdür. Əgər mən kasıblıqdan çıxmağa çalışmıramsa, o nə sizin, nə digərinin problemi deyil. O artıq mənim problemimdir. Eləcə də kimsə. Yaşayam, sağ olun, yaşayın, siz necəsiz? Yəni, başını dik tut. Heç kimə bildirmə. Varlı olmağımla da force eləyənləri sevmirəm. Kasıblığı bayraq kimi tutanları da sevmirəm. Məsələn, adam tanıyıram ki, nə kasıbdır, nə dövlətdəli. Deyir, bizim imkanımız yaxşıdır, bizim imkanımız yaxşıdır. Deyirəm, başa dönüm, mən imkanı tanıyıram ki, imkanı tanıyır. Demirəm, multimilyonerdir, amma belə də, yəni sənlə yan-bayan qoyanda, elə imkanlı adam tanıyıram ki, söz deməmiş. Deyir, bizim pulumuz var. Baxıram altındakı maşınlara, əyindəki giyimlərə, taxtıqları ləl-cəvahirata. Söz deməmişdir, o bizim pulumuz var. Onda bilsiz nə deyirəm? Deyirəm, yalansa doğru olsun. Nə force eləyəni sevirəm, nə özünü yazıq göstərəni. Direktə baxmıram. Bayaq kralı ona görə yazıq kral mənə pis söz yazmır deyə həqiqətən. O qədər yazdı, direktə bax, səssizə qoydum. Əleyküm salam. Amin. Bax, düz deyirsiniz. Gözəl, Allah gözəl Allahdır. Şükür, hamının çörəyi var. Allahın verdiyinə də, vermədiyinə də şükür etmək lazımdır. Bu günümüzə şükür. Həqiqətən deyirəm, kasıblığı bayraq eləyən insanları da sevmirəm. Kasıb olmadığı halda kasıb deyən şəxsləri də sevmirəm. 5 manat pul tapanda force eləyən adamları da sevmirəm. Fərqi yoxdur ya, qadındır, kişidir. Ümumi adam, insan cinsindən asılı olmuyor. Yaxşıyam, təşəkkür edirəm. Siz necəsiz? Təşəkkür edirəm. Rəngi gedib canım Şevur xanım. Bilirsiniz də, mənim 24 yaşımdan genetik ağarıb. Burada da şeydir, refledir. Dip boyası qoydurmalıyam. İnansız, usta obrub məhlədədir də. İstidi deyə gedə bilmirəm. Təşəkkür edirəm canım mənim.
Bilirsiniz ki, mən həsəd aparıram, bu istidə saçlarını tökürlər çiyinlərinə. Qəşəng ukladka eləyirlər, inansız eləyə bilmirəm. Boynum yanır. Bəli, insan şükür etməlidir. Nə varı dövləti ilə force etməməlidir, nə kasıbam deyib bayraq tutmamalıdır əlində. Mərdliyə qalanda yenə deyirəm, ona baxmır mərdlik. Mərdlik, namərdlik insan faktorudur. Onun, yəni ki, bugün insan kasıbdır, çalışacaq, qalxacaq yuxarı pilləyə. Sabahları onun işdir də, yəni bankrot oldu, düşdü. Mərdliyin, namərdliyin ona aidiyyəti yoxdur. Təşəkkür edirəm. Kasıb mərd olur. O sadəcə təsəllidir. Təşəkkürlər. Dən bu dip boyası qoysan. Ağ saç yaraşmır mənə. Adam var, çal saç yaraşır. Valla çal saç yaraşsaydı, eləməzdim, yaraşmır. Yox, mən sənətcə iqtisadçıyam, iqtisad mühəndis fakültəsini bitirmişəm. Belə də blogeram, müəllim deyiləm. Mənim səbrim çatmaz pedaqoq olmağa. Mən uşaq vaxtı elə bilirdim ki, mənim müəllimim yemək yemiş su için. Bəli, düz deyirsiniz. Meşə çaqqalsız olmur. Kasıbın da, dövlətlinin də, orta təbəqənin mərdi də var, namərdi də. O insan faktorudur sadəcə. Təşəkkürlər. Təşəkkürlər Seva xanım. Söz dedin, cavabını da aldın da. Mən 9 ayından dil açmışam. Təşəkkür edirəm. Mən də kitab oxumağı sevirəm. Mən öz diktamım üzərində çalışıram. Məsəl üçün, mən Allah ömür versin hörmətli prezidentimizə, mən onun danışıq tərzini sevirəm də. Onun da yardım köməkçisidir də, Hikmət müəllimində. Bir neçə dildə, sonra bizim də Xarici İşlər Nazirliyində, bir neçə dildə sərbəst danışırlar. Həm bədii ədəbi dildə danışırlar, həm də insanın anladığı dildə. Baxın, mən prezidentimiz kimi insanlara həqiqətən hörmətim var. Oxumuş, gözəl danışıq qabiliyyəti olan, həqiqətən sevirəm. Çalışıram elə olum, valla. Övnək kimidir mənə. Biraz mədəni surətdə fikrinizi bildirin sahib. Bakıda. Ay, nə qəşəng Seva xanım. Mənim müəllimlərə hörmətim var. Amma yaxşı müəllimlər, bəzi pis müəllimlərdən iraq. Şafaq şəhər deyil. Onu düzdür sahib. Çünki mən bura podxod üçün gəlməmişəm. Mən blogeram. Sadəcə izləyicilərimlə ünsiyyət etmək üçün gəlmişəm. Səhifəmə baxsaz görərsiniz ki, mənim səhifəm tanışlıq səhifəsi deyil. Kimsə kimisə podxod edirsə, bu düz deyil. Çünki internet işlədən qadın küçədə qalan qadın deyil. Əxlaqsız olmaq üçün internet işlətmədən də əxlaqsız ola bilən olar. Kimsə kiməsə podxod edəndə nəzərə almalıdır ki, onun necə bacısı, anası, qızı, əmsi qızı, dayısı qızı, xalası qızı, bibisi qızı, yəni ki, bacı bildiyi, yaxın bildiyi varsa, qarşısındakı da kiminsə bacısı, anası, bibisi qızı, əmsi qızı, dayısı qızı, xalası qızı, belədir. Can Seva xanım. Yox, mən 2 ildir dənizə getmirəm. Nəsə keyfim... Plaja getməyi sevirəm. 2 ildə halım yoxdur da gedim. Yox, olmamışam bugün. Çıxaralmamışam da. Təşəkkür edirəm. Hə, ola bilər, mənə oxşar çoxdur valla. Yox, anladım, orada sizə kimsə yazmışdı, onu deyirdim. Sahibi idi, kim idi deyilsə, deyirdi ki, podxod eləmə, onu deyirəm. Düz dedi sahib. Nə? Yenə buna yazdı sanırım. Çox xahiş edirəm. Yazanda düzgün, normal yazın. Mən oxuyum, fala baxmıyorum. Getməmişəm 2 ildir. Yalan nə deyim.
Həvəsim yoxdur. Plaj cırcızım da qalıb. Təşəkkürlər. Nəyi ciddi deyirsiniz Sadiq bəy? Sizə demirdim orada bir kimsə sizə yazmışdı ki, buna podxod eləmək, onsuz da baxan deyil. Mən də o söhbəti onun üçün deyirdim. İzah eləyirdim. Раскладывала по полкам для особо одаренных. Mən ki onlardan deyiləm. Mənim səhifəmə baxsalar görərlər. Salam xanım. Mən heç kəsi qınamıram. Salam, salam, salam. 3 nəfər salam yazdı, 3-nə də salam verdim. Aleyküm salam. Və rəhmətullah və bərəkətullah. Salam, yaxşıyam, təşəkkür edirəm. Siz necəsiz? Məndən hər kəsin xoşu gəlir. Mən xoşa gəlinməli bir insanım. Təşəkkür edirəm. Təşəkkür edirəm sahib. Təşəkkür. Müsəlman, xristiyan nə fərqi? Hamımızı Allah yaradıb. Əsas əməlimiz düz olsun. Nə? Mənlə yaşdaş nədir? Təşəkkür edirəm. Salam həyatı, əməm nədir? Salam, yaxşıyam, təşəkkür edirəm. Neynirəm? Canlıda oturmuşam. İzləyicilərimlə ünsiyyət qururam. Yaşım? Sizcə neçədir yaşım? Qadından yaş, kişidən maaş soruşmazdır. Bayaqdan yaşımı deyirəm də, yazıq canım. Deyəcəm 15. Bayaqdan yaşımı 105 dəfə demişəm. Təxminən nə qədər olur? Təşəkkür edirəm. Nə bilim valla. Bayaqdan söz gəlişi yaşımı demişəm neçə dəfə. Neçə plus olduğunu demişəm. Salam, salam. Təşəkkür edirəm. 37-38-dən qat-qat çoxdur. 50 plusdur. Bəs sən utanmırsan? Dövlət qurumumuzun adını yazmışsan ora. Dövlət qurumunun adından, Güc Nazirliyinin adından istifadə edib ağzına gələni yazırsan. Mən indi səni skrin edib polisə versəm, hələ və yaxud o quruma versəm, səni cəzalandırsam minimum 1000 manat. Xoşun gələr? Get özün kimlərinin səhifəsinə. Yox, 45 deyil, 45-dən çoxdur. 50 plus. Dedim də, təşəkkür edirəm. İnsan hiss etdiyi yaşdadır, təşəkkür edirəm. Da indi 50 plus deyəndən sonra, yazandan sonra nə mənası var, onu yazsın. Mən deyəndən sonra yox, mən deməmişdən qabaq yazardınız yaşım. 15 yaşım var. Mən deyəndən sonra nənəm də tapar da. Yox, 45-dən çoxdur. Zamanı Velmar. Mən deyəndən sonra nənəm də deyər. 15. Ruhum 15'dir. Deyim, məştubat nə deyir? Mən nə qədər qoca olsam da deyərəm min cavana dari biri Səncə subayam ya evli? Nə olacaq ki subay olsaydım? Evlənəcəydim, mən hər adamı bəyənib belə getmir amma. Geçseydim bu vaxtacan gedərdim də, dədəmin evində ikinci dəfə qarıyıb qalxmazdım ki.
İstidə necə otururlar, soyuq otururlar. Boy. İstidə acılı otururlar. Mələ ventilatorda kondisioneri söndürmüş. Teşekkürlər usta. Mən həmişə cavanım. Bəli, 15 yaşında. Ay, nə yaxşı. Düz eləyirsən, subay yaxşıdır. Bəli, qarşıma axtardığım adam çıxmayıb, bəyəndiyim adam. Yox, bəyəndiyimin çətin olun. Yox, mən heç kim üçün dəli olmuram, mən üçün. Leyli, Leyli, nədir Məcnun, get Leyli, sən o Leyli deyilsən. Hə, anladım Nizam. İnşallah. O da Cameron Diaz. İlk övladını 47 yaşında dünyaya gətirib, son övladını 53. Yox, evlənmərəm. Evlənmərəm. Pulsunu nədir, pulsunu? Nə yox? Bəs də bu qədər də yox, nə yox? Mənim 15. Leyli, Leyli, nədir Məcnun? Get ey Leyli, sən o Leyli deyilsən. Hələ ona görə. Pulsunu nə deməkdir? Ay ev təmiri, pulsunu nə deməkdir? Mən bilmirəm, nə yazırsınız, ona görə soruşuram. Həqiqətən bilmirəm, nə edirsiniz. What doesn't mean pulse ne? Hə, ya da yox. Bax, bir direktə bax desən, kral kimi səni səssiz atacam. Pullu, hə. Qəlbi də pullu olsun, özü də pullu olsun, əli də verimli olsun. Var pullu xəsis, valla. Puldan asılı deyil o. Var pullu adamdır, xəsisdir. Söhbət kişidən getmir ha. Qadın kişi fərqi yoxdur. Var pullu adamdır, xəsisdir. Var pullu adamdır. Söz deməmiş, məsəl üçün söz danışırsan kimlənsə. Onun pulu var, mənim pulum var. Qadın kişi fərq etməz ha. Var da ürək açıq insan. Hə, 15-dən azdır. Hə, ev olmasa getməyəcəm. Bir dəfə evsizdən başım çıxıb. Mən sizə hesabat verməliyəm. Sizə bir də lazımsız nəsə yazsız, mən sizi səssiz atmaq məcburiyyətində qalacağım. Gül kimi söhbət edirik də. Sağ olun. Ay, həmişə pul içində olasan, Allah daha çox etsin. Ay, Altay. Ağa Rəhimov. Mən TikTokda heç kimə getmərəm. Siz mənim sadəcə izləyicimsiz, hörmət etdiyim hər biriniz. Qayxanımı bəy aparıb, tezlik ilə toy eləsin. Qayxanımı bəy aparıb, tezlik ilə toy eləsin. Səni də mən alaram, mən də bir bəy olaram. Səni də mən alaram, mən də bir bəy olaram. Pulum var, var. Pulum var, bir an var. Pulum var, gələrəm. Ah, belə canımsan. Ah, belə yarımsan. Zehra Cibəyib. Mən nədən oxuyuram, mahnı. Yaxşı, əzizlərim. Təşəkkür edirəm. Allah həm kəsin qəlbinə görə versin. O, bu arada həm alqışda, həm qarğış. Yaxşı, əzizlərim, çox sağ olun canımda olduğunuz üçün. Mən gedeyim, oğlum məni çağırır. İstəyirsən nömrəni at, istəyirsən nömrəni atma. Mənim üçün heç fərqi yoxdur. TikTokda hamıya nömrə paylayan kişilərə heç ələ getmərəm. Hə, 28 yaşında. Xeyrə qarşı. Hər birinizə canlıma qatıldığınız üçün təşəkkür edirəm. Hədiyyə göndərən hər kəsə bir ayrı təşəkkür edirəm. Hədiyyəniz bol olsun, bərəkət ruhunuz bol olsun. Like'lar qoyduğunuz üçün də bir ayrı təşəkkür. O like qoyan barmaqlarınız var olsun. Hər birinizin gecəsi xeyri qalsın. Vaxt tapsa yenə canlıya girəcəyəm. Sevirəm hamınızı.
Sənin üçün nə fərqi var? Heç dəxli var. Sadəcə yanlış adres. Acılatdırmağa məcbur eləmədə səssiz atıram. Sağollaşın. Baş üstə gələndə sizə xəbər edəcəm. Dəvətiniz üçün təşəkkürlər. Bir daha təşəkkür edirəm canıma qatıldığınız üçün. Hoşça qalın. Hər biriniz əzizsiniz mənim üçün. Sözün əsl mənasında. Yaşından, cinsindən, irqindən, sosial statusundan asılı olmayaraq hər bir izləyicimə hörmətim var. Gecəniz xeyrə qalsın.